Ey Müslüman bacım, Allah'ın elçisi sallallahu aleyhi ve sellem seni əzəmətli bir müjde ile müjdelemiştir. Abdurrahman İbni Avf radıyallahu anh buyurur ki, Peygamber sallallahu aleyhi ve sellem böyle dedi: İzâ sallatil mer'atu khamsaha ve sâmet şehraha ve hafizat farcaha ve ata'at zavcaha qîle leha dukhilil cenneh min eyyi ebvâbil cenneti şi'ti. Eğer kadın 5 vaxt namazını kılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan koruyar ve erine itaat ederse, kıyamet günü ona deyilər ki, cennetin hansı qapısından istəyirsən daxil ol. Allahu Ekber. Gözəl aqibət, dünya ve ahirette xoşbəxt olmaq istəyən mümin qadınlar üçün necə də əzəmətli bir müjdedir. Bu hədisdə tətbiq olunması lazım olan məsələlərdən birincisi namaz məsələsidir. Qadın namazını tam rükunları ve vacibləri ilə əda etməsi üçün namazını öyrənməlidir. Xüsusən də namazının səhih olması üçün qadınlara xas olan məsələləri öyrənməyə çalışmalıdır ki, hətta özü də bilmədən namazları batil olmasın. İkincisi, Ramazan orucunu və orucla bağlı məsələləri öyrənməli və tam şəkildə əməl etməyə çalışmalıdır. Üçüncüsü, qadının özünü haramdan qoruması. Bunu tətbiq etmək üçün yad kişilərin onlara baxmasından qorunmalıdır. Bundan ötürü əgər şəriətin dəlillərinə nəzər salsaq, az önce qeyd etdiyimiz ayələr kimi görərək ki, şəriət hər zaman qadının naməhrəmlərə görünməyəcək yerlərdə olmasına çağırır. Qadının bazarlara, küçələrə və başqa naməhrəm kişilərin olduğu fitnəli məkanlara çıxmasının nə qədər təhlükəli olmasını bilmək üçün gəlin görək şəriətimiz qadını namaz kimi bir ibadətdə necə naməhrəm kişilərdən uzaq tutmağa çalışır. Yəni hələ bazarlar, küçələr və həmçinin naməhrəm kişilərin olduğu fitnəli məkanlardan danışmıram. Namaz kimi bir ibadətdə necə qadını kişilərdən şəriətimiz uzaq tutur. Namaz insanın Allah'tan qorxduğu və Allah qarşısında durduğu ən əzəmətli bir məqamdır. Ən əzəmətli bir məqam olmasına baxmayaraq şəriətimiz hətta belə bir məqamda qadınlarla kişiləri bir-birindən olduqca uzaqlaşdırmağa çalışır. Ummu Hümeyd radiyallahu anha, Ebu Hümeyd Es-Sa'idi radiyallahu anh'ın zövcəsi Peygamber sallallahu aleyhi ve sellemin yanına gelir ve deyir ki, ey Allah'ın elçisi, mən səninlə birlikdə, yəni sənin məscidində, sənin arxanda namaz qılmaq istəyirəm. Peygamber sallallahu aleyhi ve sellem ona deyir ki, artıq mən bilirəm ki, sən bunu istəyirsən. İstəyirsən ki, mənim məscidimdə, mənim arxamda namaz qılasan. Lakin sənin evinin bir kənarında namaz qılmağın sənin evində, hücrəndə namaz qılmağından daha xeyirlidir. Və sənin hücrəndə namaz qılmağın sənin ümumi olaraq evində namaz qılmağından daha xeyirlidir. Və sənin evində namaz qılmağın sənin öz qövmünün məscidində, yəni sənə ən yaxın olan məsciddə namaz qılmağından daha xeyirlidir. Və sənin öz qövmünün məscidində namaz qılmağın mənim məscidimdə namaz qılmağından daha xeyirlidir. Və yəni Peygamber sallallahu aleyhi ve sellem bununla ona bildirir ki, sənin evinin bir kənarında qıldığın namaz bunların hamısından, hətta mənim məscidimdə, mənim arxamda namaz qılmağından daha xeyirlidir. Və bu sözləri işləndən sonra həmin qadın əmr edir, evinin bir kənarında, ən zülmət, ən uzaq bir yerdə, görsənməyən bir yerdə ona yer düzəltdirir və ölənə qədər namazlarını orada qılır. Həmçinin baxın, namaza durarkən kişilərlə qadınların səhvləri haqqında Peygamber sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, xayru sufufir ricali əvvəluhə və şərruhə əxiruhə və xayru sufufin nisai əxiruhə və şərruhə əvvəluhə. Kişilərin ən xeyirli səhvi birinci səhvdir. Ən şərli səhvi isə axırıncı səhvdir. Qadınların isə ən xeyirli səhvi axırıncı səhv, ən şərli səhvi isə birinci səhvdir. Namaz kimi bir ibadətdə əgər qadınlar kişilərdən bu qədər əralda tutulursa və buna önəm göstərilirsə, başqa məkanlarda, bazarlarda, yad kişilərin olduğu toplumlarda qadınların onlarla birlikdə olması necə?